Salam aleykum əziz dostlar, əziz təsərrüfatçılar, əziz heyvan sevənlər. Deməli, bir ay bundan qabaq Vasif qardaş, yoldaş təzə də tanış olduq. Maşallah bugün də özü gəlib ördəklərinin dalıcan 13 dənə ördək, 14 dənə yumurta vermişdi. Biri toyuq yumurtası, 13'ü də ördək. Hə, Vasif bəy? Maşallah. Bir təəssüratı bölüş bizi ilə, izləyicilərlə. Maşallah, hə, buyur. Heç nə, bunun anasını Türkə apardı. Yumurtalar yığıldı. Yumurtaları qaldı belə. Qardaş sağ olsun, həmən köməyini uzatdı, dəstək oldu. Və bugün bütün yumurta dənəsinə qədər hamısı çıxdı. Maşallah, Allaha həmd olsun. Maşallah olsun. Allah həmd olsun. Bu da cücəni aparıb bir 10 gün bundan qabaq. Cücə tez çıxır da. Bu da bu günləri 13 ördək yumurtasından 13 dənə bala. Bunu mən yox, bunu Allah çıxartdı. Prosat vasitəsindən oldu. İnkubatorumuza qoyduq, köməkli göstərdik. Səmimi bax, qəlblə deyirəm, vallahi. O sən deyəndə ki, heyvanı tülkü aparıb, neyniyim? Həmən ağımdan bir sənə gəldi. Maksimum sənə köməklik edeyim. Maksimum. Ki, hə, bir dənə heyvanın var, o da tülkü aparıb. Yumurtalar zay olmasın, xəçə bu ümid var da çıxmağına. Ona görə Allaha sonsuz şükürlər olsun. Allah birinci dizildi tülküyə, tülkünün bəlkə ehtiyacı var imiş ona görə. Amma sənə əvəzində bir düzə 13 dənə də lalırdı, əvəzin verdi. Allaha həmd olsun. Allah xeyrin versin. Sağ ol. Allah razı olsun. Mən çox sevinirəm, Allaha şükürlər olsun. Həmd olsun Allaha. Allah xeyrin versin qardaş. Allah səndən razı olsun. Amin. Bu da gözəl-gözəl düzələr. Həmişə sənin xidmətindəyəm. Var olsun. Maşallah. Çox sağ ol.